Salam əziz abunəçilərim. Bugün mən sizə dostlarınızla oynaya biləcəyiniz oyun tövsiyələri verəcəm. Bu oyunumuz World of Tanks'dır. Burada dostlarınızla komanda qurub bir rəqib takıma qarşı siz tank ilə mücadilə edirsiniz. Yəni tankları özəlləşdirə, daha böyük tanklar almaq üçün siz irəliləyirsiniz. Yəni oyunda belə bir xüsusiyyət var. Siz məsələn balaca tankdan böyük tankı irəliləyirsiniz, yavaş-yavaş ulduz toplayaraq, tank vuraraq. Bu oyunun gözəl bir akustikası var, qrafikası çox gözəldir. Həm kompüterdə, həm də notebookda, həm də telefonda oynaya biləcəyiniz bir möhtəşəm bir oyundur. Oynayıb dəyərləndirə biləcəyiniz ən yaxşı oyunlardan biridir onlayn. İkinci oyunumuz isə War Thunder Mobile-dır. Bu da World of Tanks tərzi bir oyundur. Amma burada siz təyyarə, gəmi və sualtı qayıq kimi texnikalar idarə edə bilirsiniz. Döyüş, belə deyək, minik vasitələr idarə edə bilərsiniz. Bu oyunda yenə dostlarınızla bir yerdə qoşulub onlayn şəklində oynaya biləcəyiniz bir oyundur. Tövsiyə edirəm, çünki World of Tanks'dan qrafikaları daha üstündür. Məsləhət görürəm ki, ən yaxşı telefonlar, yəni flagman səviyyəsində olan telefonlar bu oyunu oynasın. Çünki orta segment telefonları bu oyunu oynaya bilmir. Çünki qrafika və FPS dəyərləri çox güclü bir oyundur. Siz hətta ən zəif telefonda da belə, ən aşağıda qrafikada oynasanız belə telefonunuz donacaq. Üçüncü oyunumuz isə Tomorrow oyunudur. Dostlarınızla oynaya biləcəyiniz çox gözəl bir oyundur. Bunu mən də oynayıram bu oyunu. Çox gözəl qrafikalı bir oyundur. Videosu mənim kanalımda var. Girib rahatlıqla izləyə bilərsiniz. Oyunun qrafikaları çox möhtəşəmdir. Oyun gələcək zamandakı zombi salgınından, xəstəliyindən anımsayan bir oyundur. Siz bu oyunda hibrid maşınları, yeni nəsil Tesla və yaxud Cybertruck maşınlarını görəcəksiniz. Dostlarınızla oynaya biləcəyiniz çox bir möhtəşəm bir oyundur. Bunu sizə məsləhət görürəm ki, oynayasınız. Oyunun əsas akustikası qrafikadır. Dostlarınızla beyz, silah, sursat, yemək, tibbi avadanlıq yığırsınız bir yerə. Yavaş-yavaş sıfırdan özünüzə beyz, sonra silah, sursat ala bilirsiniz, yığa bilirsiniz. Yəni oyunun akustikası və qrafikası çox gözəldir. Oynamağa həqiqətən dəyər bir oyundur. Polyfield oyunu isə 4-cü oyunumuzdur. Bu oyunu mən də sevərək oynayıram. Oyun 2-ci Dünya müharibəsini anımsatan bir oyundur. Dostlarınızla IP internet üzərindən qoşulub, bir Wi-Fi-ya qoşulub, yəni IP-si 1 olan, internet üzərindən 1 olan oyundur. Qoşulub rahatlıqla oynaya biləcəyiniz bir oyundur. Oyun Minecraft-da əsinlənərək yaradılıb. Çünki qrafikası Minecraft-da oxşayır, amma Minecraft-dan daha çox yaxşı belə qrafikaları var. Çünki bu oyunda giroskop dəstəkləyir, sonra belə deyək, necə deyimsə, FPS dəyərlərini çox gözəl qoruyan bir oyundur. Yəni orta segmentdə oynaya biləcəyiniz, telefonda oynaya biləcəyiniz ən gözəl, ən möhtəşəm oyunlardan biridir. The Ghost oyunu isə bizim 5-ci oyunumuzdur. Bu oyun Granny oyunundan əsinlənərək yaradılıb. Çox gözəl qrafikalara, həqiqətən çox gözəl qrafikalara məxsus olan bir oyundur. Mən məsləhət görürəm ki, oyun oynayarkən siz qulaqlıqdan istifadə edəsiniz, nauşnikdən istifadə edəsiniz. Çünki oyunun musiqi tembri, oyunun qrafikaları çox gözəldir. Oyunda sizi bir ruh olur, ruh sizi izləyir. Sizə bir əmr verilir, bir görəv verilir. Siz o görəvi yerinə yetirirsiniz dostlarınızla. Dostlarınızla asan lobidə takımlı qrup səs ilə danışa biləcəyiniz çox gözəl bir möhtəşəm oyundur. Yəni dostlarınız sizi kömək edə, siz də dostlarınıza kömək edə bilirsiniz. Rus sizi gəlib öldürəndə sizi dostunuz gəlib yenidən dirçəldə bilir. Yəni oyunun belə bir gözəl akustikası, çox gözəl belə deyək, pülsü var oyunun. Çünki oyunumuza 5-lik həmsəmizə daxil olan oyun Tomorrow, War Thunder, World of Tanks, Polyfield və The Ghost oyunudur. Bu oyunları sizə məsləhət görürəm çünki çox gözəl oyundur. 2 oyunu çıxmaq şərti ilə 3 oyun, Tomorrow, Polyfield və The Ghost oyunu. Bunu orta segmentli telefonlarda oynaya bilərsiniz. Amma World of Tanks və War Thunder oyununu, əsasıyla War Thunder'ı siz orta segment telefonunda dona-dona oynayacaqsınız. Tutula-tutula FPS-də drop yaşayacaqsınız. Amma flagman telefonlarda çox rahatlıqla oynaya biləcəyiniz çox gözəl, möhtəşəm oyundur. Oldu əziz izləyicilərimiz, videomuz bu qədər. Əgər video sizin xoşunuza gəldisə, sizə yararlı oldusa, videonu bəyənib abunə olmağı unutmayın. Oldu, çox sağ olun.